Azərbaycan SSR Heydər Əliyevin hakimiyyət dövründə 1969-cu ilin iyulun 14-də Azərbaycan Kommunist Partiyasının plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilir. Yəni Azərbaycanı idarə edəcək şəxs seçilir. Heydər Əliyev qısa müddətdə Respublikada idarəçilik sistemini möhkəmləndirir. Deməli, o ilk dəfə ölkədə vəzifədən sui-istifadənin, korrupsiyanın olduğunu və onların aradan qaldırılmasının vacibliyini cəsarətlə elan edir və buna qarşı mübarizəyə başlayır. Həqiqətən də Heydər Əliyev hakimiyyəti dövründə hər zaman korrupsiyaya qarşı mübarizə aparır. Birinci hakimiyyət dövründə də, ikinci hakimiyyət dövründə də. Birinci hakimiyyət dövrü dedikdə onun 1969-cu ildən 1982-yə qədər, yəni Azərbaycan SSRİ rəhbərlik dövrünə deyirik. İkinci hakimiyyət dedikdə isə onun prezidentlik dövrü, Azərbaycana prezidentlik dövrünü götürürük. Heydər Əliyevin hakimiyyət dövründə ermənilər yenidən Dağlıq Qarabağa ərazi iddiaları irəli sürürlər. Və Heydər Əliyevin əsas siyasətindən biri də erməni separatçılığı ilə mübarizə aparmaq idi. 1970-ci illərdə erməni millətçiləri mütəmadi olaraq Qarabağın Ermənistan tarixi torpağı olduğu məsələsini qaldırırdılar. Bu vilayətin bir qrup ziyalısı və gəncləri tərəfindən aparılırdı. Yəni belə bir siyasət aparılırdı və onların fəaliyyəti Yerevanın millətçi dairələri tərəfindən yönləndirilirdi. Yerevan onları istiqamətləndirirdi. Buradakı ziyalılar da bu siyasi çıxışlar aparırdılar. Bu isə Azərbaycan rəhbərliyini gərginlikdə saxlayırdı. Ermənilər deməli Azərbaycanla olan sərhədlərə yenidən baxılma məsələsini, respublikada, ölkədə mühüm siyasi dəyişikliklər olan vaxtda, yəni əlamətlər, yaxşı hadisələrin olduğu vaxt ərəfəsində qaldırırdılar. 1977-ci ildə SSR-nin yeni qanununun qəbuluna hazırlıq işləri gedirdi. Yəni Konstitusiya komissiyası hazırlanırdı ki, konstitusiya qəbul olunsun. Konstitusiya komissiyasına bir qrup erməni millətçisi tərəfindən məktub göndərilir ki, konstitusiyada dəyişiklik olunmamış problemi həll eləsinlər. Onlar SSR konstitusiyasında müxtəlif dəyişikliklərin edilməsi, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi məsələsini təklif edirlər ki, yenidən nəzərdən keçirsinlər. Heydər Əliyev dərhal Leonid Brejnevlə görüşə gedir və bu məsələnin qarşısını alır. Azərbaycan rəhbərliyi müxtar bölgə ətrafında baş verən proseslərə operativ müdaxilə etməklə onu zərərsizləşdirməyə bacarmışdı. Muxtar bölgə deyəndə Dağlıq Qarabağı nəzərdə tutulur. Beləliklə 1988-ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin növbəti mərhələsi başlayacaq və bunun ərəfəsində, yəni bundan öncə ermənilərin Azərbaycan SSR-nin Dağlıq Qarabağ bölgəsinə olan ərazi iddiaları artıq sistemli bir hal almışdı. Yəni sistemli şəkildə müxtəlif vaxtlarda hər 10 illikdə baş qaldırırlar və Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında bir tələb irəli sürürdülər. Hər 10 illikdə bu təkrarlanırdı. Və bu dəfə 70-ci illərdə Heydər Əliyev bunun qarşısını alır. Hüquqi bazanın yaradılması. Heydər Əliyev keçirdiyi siyasət bütün sahələrdə olduğu kimi qanunverici orqanlara da ən bacarıqlı, layiqli adamların seçilməsinə imkan yaradır. Korrupsiyanın, vəzifədən istifadənin qarşısını alır və layiqli insanları vəzifəyə gətirir. Bu orqanların işi xeyli fəallaşır. Yeni komissiyalar formalaşdırılır. Onların səmərəli işləməsi üçün qayğı göstərilirdi. Heydər Əliyevin təşəbbüsü ilə partiya və dövlət orqanlarının, ictimai təşkilatların və ziyalıların respublikanın milli kadr potensialının möhkəmləndirilməsinə diqqəti artdı. Yəni ziyalılar, gənclər, bacarığı, istedadı olan şəxslər artıq vəzifələrə gətirilir. Minlərlə azərbaycanlı gənc təhsil almaq üçün SSR-nin aparıcı təhsil və elm ocaqlarına göndərilir. 78-ci ilin aprelində Azərbaycan SSR-nin yeni konstitusiyası qəbul olunur. SSR rəhbərliyi buna etiraz edir, amma yenə də konstitusiya qəbul olunur. Bu konstitusiyaya görə Azərbaycan dili Azərbaycan SSR-də dövlət dili olmalı idi. Yəni ilk dəfə qəbul olunmuş hansısa konstitusiyada Azərbaycan dilinin rəsmi dövlət dili olması haqqında Azərbaycan SSR-də bir bənd verilmişdi. Deyə bilərsiniz ki, 1956-cı ildə də var idi, amma o 56-cı ildəki 37-ci il konstitusiyasına əlavə idi. Yəni yeni bir konstitusiya deyildi. Və o zaman Heydər Əliyevin söylədiyi bütün fəaliyyətinin mahiyyətini təşkil edən "Qoy ədalət zəfər çalsın" aforizmi xalqın dilində şüara çevrilir. Xalq Heydər Əliyevi sevirdi, çünki o həqiqətən də xalq üçün mübarizə aparırdı. İrsə sahib çıxma, o milli mənəvi sərvətlərin tədqiqi, təbliği və eləcə də araşdırması üçün də işlər görürdü. Yəni ümumiyyətlə o Heydər Əliyev bütün sahələrə diqqət ayırırdı. Həm mədəniyyət, həm incəsənət, həm təhsil, həm səhiyyə, bütün sahələrlə maraqlanırdı və burada 1977-ci ildə nizami irsini yenidən öyrənməsi haqqında qərar qəbul olunur. Bir zamanlar pan-türküz kimi damğalanmış Hüseyn Cavid, yəni millətcə türkçü kimi damğalanmış Hüseyn Cavidin cəsədinin qalıqları
1982-ci ildə İrkutsk vilayətindən gətirilir və Naxçıvanda öz vətənində torpağa tapşırılır. Heydər Əliyev Bakı neftinin 2-ci Dünya müharibəsində faşizm üzərində qələbədə oynadığı rolu, əhəmiyyətli rolunu bildirir, bunu ortaya gətirir və SSR rəhbərləri tərəfindən bunun etiraf edilməsinə nail olur və nəticədə Bakıya Lenin orden verilir. Hansı ki, 2-ci Dünya müharibəsində Bakıya qəhrəman şəhər adı verməmişlər. Heydər Əliyev Lenin ordeni almağı bacarır. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası və Dağlıq Qarabağ Muxtar Vilayətinin iqtisadi mədəni tərəqqisinə də diqqət artırılır. Şuşa şəhərinin inkişafı üçün bir neçə xüsusi qərar qəbul olunur. Şəhərin tarixi abidələri bərpa olunur, yeni binalar tikilməyə başlayır. 80-ci illərin əvvəllərində Molla Pənah Vaqifin qəbri üzərində böyük məqbərə ucaldılır. Üzeyir Hacıbəylinin Bülbülün ev muzeyləri açılır. Natəvanın heykəli qoyulur. Hansı ki, gələcəkdə Qarabağ müharibəsində bunlar hamısı dağılacaq, amma 2020-ci ildə Vətən müharibəsində qalibiyyətdən sonra bunlar yenidən hamısı bərpa olunur. 1970-ci illərdə mərkəz ermənilərin təhriki ilə Kəlbəcər rayonunun perspektivsizliyi, buradan əhalinin köçürülməsi, torpaqların yaylaq kimi respublikalar arasında bölüşdürülməsi haqqında məsələ qaldırılır. Buna qarşı çıxan Heydər Əliyev 77-ci ildə rayonun potensial imkanlarını genişləndirmək tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə nail olur. İqtisadiyyat dirçəlir və ermənilərin niyyətləri ürəklərində qalır. Yəni ermənilər bildirirdi ki, Kəlbəcər perspektivsizdir. Buradakı əhalini köçürsünlər, torpaqları yaylaq kimi Ermənistanla Azərbaycan arasında bölüşdürülsün. Heydər Əliyev də buradakı iqtisadiyyatı inkişaf etdirir, kənd təsərrüfatını inkişaf etdirir, dirçəldir hər şeyi və göstərir ki, ermənilərin dediyi kimi deyil və ermənilərin istəkləri ürəklərində qalır. Deməli, Heydər Əliyevin siyasi dövlətçilik fəaliyyəti sayəsində 70-ci illərdə Azərbaycanda iqtisadi göstəricilər sürətlə yüksəlmişdi. Hansı ki, 70-ci illərdə SSR-nin digər bölgələrində iqtisadi artım aşağıya düşürdü. Sürətlə aşağıya düşürdü. Azərbaycanda isə bunun tərsi idi. 14 ildə respublikada milli gəlirin ümumi həcmi 2 dəfə çoxalır. 250-dən çox fabrik, zavod, istehsal sexləri tikilir. 2 milyondan çox adamın mənzil şəraiti yaxşılaşdırılır. Və respublikada elektrotexnika sənayesinin flaqmanı, yəni Bakı Məişət Kondisionerləri zavodu idi ki, bu zavod 1975-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə tikilir. Flaqman idi. Həmin dövrdə ölkənin bütün neft mədən avadanlığının 2/3, məişət kondisionerlərinin hamısı, sintetik kauçuk və bir sıra digər kimya məhsullarının xeyli hissəsi Azərbaycanda istehsal olunurdu. Bu məhsulların bəziləri dünyanın 65 ölkəsinə ixrac olunurdu. Azərbaycan ərazisinin şimal-qərb hissəsini Bakı-Tiflis dəmir yolu xətti ilə birləşdirən Yevlax-Balakən dəmir yolunun başa çatdırılması Heydər Əliyevin dövründədir. 1971-ci ildə Heydər Əliyev Kür su kəmərinin çəkilirmiş və Bakı içməli suyla təmin olunmuşdu. 1917-ci ildə də Şollar su kəməri Hacı Zeynalabdin Tağıyevin yardımları vasitəsilə çəkilmişdi. Bunu belə yada saxlayırıq. Rəqəmlər yerinə dəyişir. 1917-ci ildə Şollar su kəməri çəkilib Bakıya. 1971-ci ildə 7 və 1 yerini dəyişir. Kür su kəməri Bakıya çəkilib. 1970-80-ci illərdə yeni suvarma kanalları çəkilir. Bir çox hidrotexniki qurğular istifadəyə verilir. 1979-cu ildə Ağdam-Xankəndi dəmir yolu çəkilir. Azərbaycan sənaye artıq demək olar ki, ölkəsi idi. Bakı sənayedə onsuz da bilirik ki, 19-cu əsrdən birinci yerdə idi. Deməli, Sumqayıt, Gəncə, Naxçıvan, Mingəçevir, başqa şəhərlərdə də sənaye müəssisələri açılırdı. Neft sənayesində neft emalı aparıcı yer tuturdu. Nəticədə neft emalı müəssisələr inkişaf etdirilir. Bakı Neftarıma zavodunda neftin ilkin emalı üçün yeni qurğulardan istifadə olunurdu. 20-ci əsrin 60-cı illərindən başlayaraq Sovetin digər ərazilərində artıq neft tapılır. Neft yataqları aşkar olunur, xüsusən də Qərbi Sibirdə. Qərbi Sibirdə neft tapanda SSR çox sevinir. Çünki çox uzağa getmədən özündən istehsal edə bilərdi, amma Qərbi Sibirin nefti o qədər də keyfiyyətli neft deyildi. Azərbaycan neftinə çatmırdı. Yəni kükürtlüdür, çıxan kimi donur. Onu təzədən aparıb, yəni xüsusi etaplardan, mərhələlərdən keçirib təmizləmək lazımdır. Amma Bakı nefti tərtəmiz, yəni çıxır, təmizləmək xüsusi ehtiyac yoxdur. Ona görə də yəni SSR-in sevinci ürəyində qalır. Bir müddət sonra görür ki, yəni bu neft heç onun xeyrinə deyil. Və yəni ilk olaraq burada neftin tapılması ilə 60-cı illərin ikinci yarısına Bakıdan neft çıxarılması dayanır və hasilət yavaş-yavaş aşağı düşür. 1980-ci illərin ikinci yarısından artıq hasilət qalxır. Yəni Bakıda artıq yenidən neft istehsal olunmağa başlayır. Neft çıxarılmağa daha çox diqqət ayrılır.
Bu illərdə Azərbaycandan təbii qaz da çıxarılırdı. Bakıda müasir texnologiyalara əsaslanan neft emalı üzrə yeni qurğular yaradılmışdı ki, bu da qonşu respublikalardan gətirilən xam nefti emal edir. Yəni başqa ölkələrdə olan, qonşularda olan xam nefti gətirib burada müxtəlif mərhələlərdən keçərək, yəni qurğular vasitəsilə mərhələlərdən keçirib təmizləyirdilər. Neft hasilatının respublikada sabitləşməsi fürsətindən istifadə edərək Azərbaycan Xəzər sektorunda geniş miqyasda geoloji kəşfiyyat işləri aparılmağa başlayır. Məhz elə həmin illərdə neft sənayesinin Xəzər dənizi hesabına böyük gələcəyini nəzərə alaraq son dərəcədə mühüm bir tədbir həyata keçirilir. Bu nədir? 1986-cı ildə SSR-in ən böyük flaqmanı Dərin Özüllər Zavodu fəaliyyətə başlayır. Bu Azərbaycanın neft emalı və neft maşınqayırması sahəsində rolunu gücləndirir və artıq SSR-də istehsal olunan neft avadanlığının 2/3-ni Azərbaycan verirdi. Ümumiyyətlə fikir vermişsə, neftlə bağlı bütün demək olar yeniliklər Azərbaycandadır. Kənd təsərrüfatı. Heydər Əliyev Respublikaya rəhbər seçiləndən sonra kənd təsərrüfatı üçün də bəzi yeniliklər edir, islahatlar keçirir. Azərbaycanda kənd təsərrüfatı üçün yararlı torpaqlar nisbətən məhdud idi, az idi. Ona görə də məhsuldar qüvvələrinin ehtiyatından, yəni məhsuldar olan torpaqlardan hərtərəfli istifadə etmək lazım idi. 70-80-ci illərdə bir çox hidrotexnik komplekslər və başqa obyektlər istifadəyə verilir və bu tədbirlər nəticəsində suvarılan əkin sahələrinin sayı artır. Hidrotexniki komplekslər, obyektlər suvarmanı rahatlatmaq üçün, yəni asanlaşdırmaq üçün idi. 70-ci illərin axırında üzüm istehsalına görə Azərbaycan SSR-də birinci yerə, pambıq istehsalına görə, toplanmasına görə, yəni dördüncü yerdə, barama istehsalına görə ikinci yerdə dururdu. Amma üzüm istehsalına görə birinci yerdə olsaq da, 85-ci ildə alkoqolizmə qarşı mübarizə pərdəsi altında üzümçülüyün ləğvinə başlanır. 90-cı ildə 90-cı ilə qədər üzüm bağlarının sahəsi xeyli azaldır. Yəni onları məhv edib sıradan çıxarılır. Heydər Əliyevin 69-82-ci illərdə respublikaya rəhbərliyi dövründə Azərbaycan iqtisadi həyatında dönüş başlayır və respublikanın dinamik inkişafı üçün kompleks proqramlar hazırlanır. O 82-ci ildə Moskvaya yüksək dövlət və partiya vəzifələrinə dəvət olunur. Çünki onun ölkəsi üçün gördüyü işlər SSR-nin gözündən yaymır, onu buradan uzaqlaşdırmaq istəyirlər. O siyasi büronun üzvü seçilir, SSR Nazirlər Soveti sədrinin birinci müavini təyin olunur və Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinə isə Heydər Əliyevin əvəzinə Kamran Bağırov təyin olunur. Və o da yaratma siyasət həyata keçirir. 1983-cü ildə Qrozno-Bakı neft kəməri istifadəyə verilir. Bundan sonra bütün SSR-nin neft kəmərinə qoşulmuş olur Azərbaycan və bunun nəticəsində Sibir nefti emal olunmaq üçün, bayaq deyirdimi, çirklidir, təmizlənməlidir. Təmizlənmək üçün Bakıya axmağa başlayır. Yəni gətirirdilər Bakıya ki, Bakıda onu təmizləyib emal etsinlər.